sürməkdənsə ölüb qurtarmaq yaxşıdır. Allahın bir qalasına düşmüşəm, yemək yox, içmək yox, bir dəqiqə bir yerdə faraq oturmaq yox. Xudaya, mən nə günah elədim sən məni bu hala saldın? Nə qədər çözmə söz verirəm, sadə səhləyəcəm, olmur ki, olmur. Nə qədər fikir edərəm, dərdimin alıcı bizə şeydir. Gərək Fəxrəddin aradan götürürlər. Yoxsa ayaq yalın, başı açıq, dərlərdə, təpələrdə, məcunam ki, məcunam. Cahangir, nədir? Yenə siz sifətinə qan yaxın. Suya basılmış toyuq oxşursun. Yəqin yenə o gün kəfalıqdır sən qoşuna sana. Fəraq, mən ölüm. Bəri gəl. Cahangiri bu anda görməkdənsə, görməmək daha yaxşıdır. Sağ olmuş, yenə bir xanzaraların borcunu bundan almaq istəyirlər. Əlbəttə də deyəcəksiniz, Kotan nə qədər qarşı çəkir. Yenə başladı rəhmətli. Buyur görək, təzədən nə var? Məgər siz mənim dərdimi bilmirsiniz, dəx nə lazım soruşmaq? Bu köhnə söhbətdir Cahangir. Sənədən nə var, onu buyur görək. Nə olacaq, Fəxrəddin bəy gəlir, ümid yerim kəsilib. Vəssalam, bundan artıq nə istəyirsin? Ümid yerini kəsilib, sonra nə olsun? Evdə oturub duvarlar kimi zıqqıldamakdan əlinə gələr. İnsan girək dərdi olanda, dərdinə dərman axtarsın, otursun, səbr eləsin. Səbr eləmədi, boğazına bir çat salsın. Zıqqıldamakdan şaşmaz. Necə ki, mən fikir eləmirəm, gecə gündüz elə çevirirəm, belə çevirirəm. Dərdimin dərmanı bircə şeydir, Fəxrəddinin fotonları. Yəni, insan qanıdır. İndi nə deyirsiniz, deyin. Mən bilsəm ki, sənin dərdin insan qanı dərmanlar, vallahi mən Əzraili qəbul edirəm. İş durasıdır ki, mən elə şey inanmıram. Cahangir, mən önüm doğrusun deyim. Qızın sənə deyəsi meyli var ya, yox. Onunla bu barədə tanışmısan. Yoxsa uzaqdan məcnun olmuşsan. Nə qədər məgər sifariş eləmişəm, cavab həmişə birdir. Mümkün deyil, məndən inciməsin. Bir dəfə yolla gördü, onda da cavab verdi ki, zülmə razı olma. İndi biz nə edək? Qız razı deyil, atası razı deyil, evləri qaz qalası. Bəs nə tövr olsun? Aman gündür, qardaşlar, müzahiqə eləməyin. Məhərrəm, sizdən savay kömək yerim yoxdur. Cahangir, qardaşım, vallahi azını tutmazsın. Sən elə işdən gedib yapışırsan ki, o mümkün olası bir şeydir. Sadət xanım deyəndə nə sənin, nə də mənim tanıdım. O, padişahına layiq bir qızdır. Uşaqlar, siz ki, mən yaxşı demişsiniz. Bilirsiniz, mənim əlimdən nə gələr, nə gəlməz, siz ki, görmüşsünüz. Məgər mənim özüm Fəxrəddini öldürməkdən çıxarmışam. Sənətin əzətindən qorxam, yoxsa nə olur? Mən, Cahangir, nə söyləyirsən? Bu dəqiqə Fəxrəddin bəyin qapısında kinəyəcədə var ki, bizi dili bilməyəcək. Uzun danışmaq lazım deyil. Dur, nə bəlkə də özümüz oraq əşyaların içinə. Ya onlara verən Allah, ya bizə verən Allah. Ya Fəxrəddini öldürməyə, ya qızı qaçırmağa. Mən səhədən oldum, da özünüz bilərsiniz. Baş üstə, buyurun gəlin. Buyurun, gedək.